Hər şey sağlamlıqsa necəsiz? Bu gün mənim ad gündür. Ona görə dayım balasını götürüb ilk öncə İsmail rayonuna, sonra isə digər rayonlara səyahət edəcək. İndi gəldik İsmail rayonundakı Qızıl Farer otelinə, gəlin içəri girək. Anne, güzel balası, sen adını təbrik edirəm. Allah sağlam ömür versin. Mamanla, bacınla yaxşı günlər keçirəsən, ailə qurasan. Dostlar, indi gəldik qalacağımız Qızıl Fareldəki Affar evə. Deməli, elə girişdə belə 6 nəfərli stol var oturmaq üçün. Ondan sonra burada bir dənə manqal yeri var ət pişirmək üçün. Gəlin evin içini göstərək sizə. Sen burada da görürsün bak. Dostlar, Qızıl Farenin bir axşamda çox qəşəng, çox qəribədir. Adam özün belə çox rahat bir yerə hiss edir. Yuxarıda da belə Yapon sulu işıqlarımız. Burada arxa hissəsindən var. Belə gördüyünüz kimi işıqlı, fəşanlı, çox qəşəng yerdir yəni. Deməli dostlar, burada da belə şəkil çəkmək üçün bəzi yerlər var. Belə iPara versiyon var. Yerləncək var. Elə burada da biraz yerlənək.
Mənim dostlar, ad günüm belə keçdi. Çox gözəl keçdi. Bu qədər gözəllikdə belə ad günü keçirməmişdim bu günə kimi. Dostlar, yine Qızıl Xaricdən çıxdı. Dayım balasına yolumuz Qəbələyə gedir. Gəlin gedək.